Mən Vüsal Rəhim, Tağıyev filminin geyim üzrə rəssamıyam və bu gün bu haqda danışmaq üçün buradayıq. ...2011-də mən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının qurulucu rəssamlıq üzrə ixtisası tamamlamışam. Azərbaycan xalq rəssamı Kamil Necəfzadənin disiplinində və 2011-dən bəri də mən Azərbaycan Dövlət Musiqili Teatrda, Akademik Musiqili Teatrda fəaliyyət göstərilən qurulucu rəssam kimi. Sadəcə mənim fəaliyyətimdə həm səhnə, həm geyim eyni proses, eyni mərhələdə gedib və o 2011-dən bəri mən həm kino, həm teatr sahəsində, həm də müstəqil rəssam kimi yaradıcılıq fəaliyyətim var və bir çox ölkələrdə sərgilərim olub, fərdi sərgilərim və sadəcə bir müddət kinodan uzaqlaşdım, amma 2021-dən bəri qayıtdım. Elə 2022-də də bu film təklifi olundu, Tağıyev filmi. Ümumiyyətlə, mən ara buraxmışdım və qaydanda tarixi filmdən qayıtmışdım və tarixi 2 film işlədim və ondan artıq onlar cəlb etdi və məni bu filmə dəvət etdilər və demək olar ki, biz hər şey sıfırdan başlamışıq. Gördüyünüz bu otaq başqa məqsəd üçün istifadə olunurdu, boşaltdıq və sıfırdan Tağıyev üçün geyim otağı elədik və demək olar ki, hər şey sıfırdan başlamışıq. Mən Tağıyevdə fəaliyyətim başlayıb noyabrın 1-i 2022. Bu tarixdən artıq mən bu film üzərində işləməyə başlamışam. Tağıyev obrazı ümumiyyətlə yəni hər Azərbaycan vətəndaşı, millətini sevən insan ümumiyyətlə Tağıyev haqqında, onun elədiyi haqqında azdan çoxdan məlumatı var. Və mənim atam da rəssamlıq fəaliyyəti var idi, düzgün həvəskar, amma lap uşaq vaxtından bizim evdə Tağıyevin şəklinin işlənməsi, onun haqqında, onun posteri var idi, onun rəsm əsərinin posteri. Sonraki fəaliyyətdə mən Tağıyev obrazından bir tamaşada tanış oldum, onda tələbə idim. Mənim aktyorluq sənəti üzrə dəstəyən Şüfə Yusifov var, xalq artisti. Onun dəvətindən getdim, baxdım və ilk dəfə bir Tağıyev obrazını ilk dəfə teatrda görmüşəm. Burada isə artıq mənim üçün başqa bir Tağıyev idi, çünki bu obraz mənim də hardasa bir toxunuşum olmalı idi, fəaliyyətim olmalı idi və tamamilə beynindəkini silib yenidən bir hər şeyə açıq, bütün bilgilərə açıq bir vəziyyətə gəldim və Tağıyev obrazını başladıq biz işləməyə. Ümumiyyətlə, bizim təhsil sistemimiz başqa cürdür. Akademiyada 27 fakültə var, 24 fakültə var, ixtisas var, hamı rəssamdır. Amma bəlkə də ən qərizi qurulucu rəssamlıqdır. Çünki qurulucu rəssamlıq əlavə dərsləri çox olur və biz 30-a yaxın dərs keçirdik və 7 cür tarix keçiririk ümumiyyətlə. Və bu 7 cür tarixin içində psixologiyanın da 3 növü var və bir çox sənət növləri var, elmlər var ki, qurulucu rəssamlıq keçirilir. Təbii ki, mən ixtisasıma əsasən bütün dönəmləri, bütün tarixi dönəmləri və bütün xalqlara görə dönəmləri azdan çoxdan bilirəm. Sadəcə, həmişə yeni layihə gələndə biz təzədən onun üzərində o şəxsin xarakteri və psixologiyasına uyğun olaraq, məsələn, dönəmin psixologiyasına uyğun olaraq təzə yanaşmanın, bir də rejissor yanaşması var burada, filmin öz konsepsiyası var. Ona görə təzədən biz nəzər keçiririk. Amma təbii ki, o dönəmi mən bilirəm. Biz o dönəmi Edvardiyan dönəmi deyirlər, Edvard dönəmi deyirlər. Bu dönəm Viktoriyan dönəmindən dərhal sonra başlayır. Bu təbii ki, Britaniya kraliçəsi Viktoriyanın adından və onun oğlu Edvardın adındandır. Və biz Tağıyev dönəmi biraz fərqli bir dönəmdir. Azərbaycan tarixinin ən zəngin bir dönəmidir. Çünki bu dönəm Bakının yenidən qurulması, yeni simasıdır və Tağıyevin yaşadığı dönəm uzun müddətli bir yaşayıb və o dönəmdə biz Çar ordusunu, Çar məmurlarını, neft axtaran və yaxud
yeni biznes quran Avropalıları görürük, yerli xalqı, bir çox dinlərin nümayəndələrini görürük. Ümumiyyətlə, cəmiyyətdə çox kolorit var idi Bakıda həmən dönəmi və bu dönəm Edvard dönəminin təsiri var idi, amma həm də milli kolorit var idi və ümumiyyətlə Bakının yeni bir Bakıda yeni bir cəmiyyət formalaşırdı o dönəmdə. Hansı ki, həmişə Azərbaycan tarixində deyək ki, Bakı əhalisi o vaxt o dönəmə qədər çox varı insanlardan ibarət deyildi və onların milli geyimi, Bakı milli geyimi və Bakı çox da zəngin deyildi, çünki təbiətlə əlaqəlidir geyim. Ümumiyyətlə, geyim coğrafiyanla, təbiətlə, sosiologiyanla, psixologiyanla bir çox şeylə əlaqəli olur və belə deyək, Qarabağ klanı var, hansı ki aristokratdır, torpaq zənginləridir, onların geyim tərzi, məsələn İrəvan, Naxçıvan, Qarabağ, təbii ki bunların geyim tərzi və geyim yanaşması daha zəngin idi. Amma Bakı geyimi oxra rəng, göy rəng, ağ rəng, boz rəng, təbiətdə insana nə görürdülərsə o cürdə geyim var idi. Amma yeni bir dönəm var idi ki, burada artıq neft kəşf olunmuşdu, böyük pullar var idi və yeni bir sinif yaranmışdı, milyonçular sinifi. Və bu milyonçular sinifinin yaşam və geyim tərzi əvvəlki aristokrat insanlardan daha kübar aristokrat, yəni neçə nəsil imkan görmüş insandan daha fərqlənir və daha var idilər. Və yeni nəslin, yeni yaranmış sinifin insanları New Yorkda nə giyinirdisə, burada da onu giyinirdilər. Parisdə nə giyinirdilərsə, yəni cəmiyyət nə giyinirsə, onlar Bakıda da bunu giyinirdilər. Və yeni sinif çox zəngin idi və dünyadakı milyonçularla paralel səviyyədə var idilər. Əvvəlki imkanlı şəxslər isə o qədər də zəngin deyildi, həm də artıq torpaqlarını itirmişdilər. Yəni bütün bu sinifin, o dönəmin cəmiyyətinin palitrası çox qarışıq və çox fərqli və çox zəngin idi. Mən əvvəl qeyd elədim, noyabrda başladıq, noyabrın 1-i. Amma ona qədər mən artıq ssenarinin bir neçə variantını oxumuşdum. Bu son variantı oxuyandan sonra başladıq eskiz eləməyə. Ay yarıma yaxın eskiz çəkimi oldu. Mən ay yarım ərzində 150-nin üstündə eskiz idi, amma bu eskizdə 150 rəqəm deyildi. Həm də araşdırması var idi. Öz bildiklərim, yeni gələn məlumatlar, arxiv məlumatları, təbii ki, bu filmin komandası artıq var idi və artıq məlumatlar toplanılmışdı. 1000-ə yaxın foto var idi bazada. Bütün obrazları bir-bir nəzərdən keçirdik. Dokumental materialı olan obrazları məsələn bir yanaşdıq. Dokumental materialı az olan obrazlara başqa cür yanaşdıq. Sıfırdan obrazı yaratmaq prosesləri də oldu. Yəni bu proses təbii ki, ay yarım ərzində araşdırma və Tağıyevin 4 bölümünün də eskizləri o ay yarımda çəkildi və 325 səhifə, səhv xatırlamıramsa, səhifədən ibarət mənim təqdimatım var idi və onun içində hər səhifə bir səhnə idi. Məsələn, səhnə 1, 4-cü bölüm və yaxud 3-cü bölüm, onun bir səhifəsi var idi, referansları, neçə massa olacaq, neçə adam olacaq, yəni hər şey planlı şəkildə var idi. Çünki biz bu komanda ümumiyyətlə hamısı peşəkar idilər və peşəkar yanaşmayla işlənirdi. Yəni ay yarım hazırlıqda hər şey ölçülüb biçilmişdi, rənglər, palitra, kimin yanında olacaq, məsələn kimin təsir edə bilər, hansı obraz daha qabarıq görünməlidir. Yəni hamısı üstündə fikir və ideya var. Ümumiyyətlə, Tağıyev filmi Azərbaycan kinosu üçün yeni dönəm Azərbaycan üçün müasir dönəmimizdə çox böyük layihə idi və düşünürəm ki, bu böyük bir şans idi. Şəxsən mənə təklif olunması, ümumiyyətlə burada işləyən hər kəs üçün böyük şans idi. Çünki artıq məsələn Sovetlər dönəmindəki o kütləvi səhnəli tarixi filmlərlə indiki çəkiləcək tarixi film və kütləvi səhnəli filmlər arasında çox fərq var.
Arada çox bir dönəm var ki, bəzi sənət növləri itib, artıq bəzi şeylər tapılmır və hamı heç kim deyə bilməz ki, mənim təcrübəmdə bu ağırlıqda film olur. Yəni bütün komandanı mən düşünürəm ki, hamı da belə fikirləşir, hamı üçün yenilik idi əslində. Və sadəcə xarakter, mən özümə əmin idim ki, mən bir işi götürmüşsə yarımçıq qoymuram. Çünki tariyə qədər artıq mən 7-8 film görmüşdüm. Arada həm uzun müddət buraxmağıma baxmayaraq filmi, 30-a yaxın teatr və ona yaxında tədbir görmüşəm deyə. Yəni kütləvi komandanla, kütlərlə işləmək və komandanın içində işləmək təcrübəm var idi, amma təbii ki, bəzi günlər ağır idi, yəni bəzi momentlər ağır idi. Sadəcə bunu bacarmaq lazımdır, yəni işə girmişik və bu məsuliyyəti altından qalxmalıyıq. Ümumiyyətlə, iş başından axırıncı günə qədər məndə idi. Mənim komandam 12 nəfər setdə idi. Bir 15 nəfər də arxada, yəni hazırlıq dönəmi idi. Ümumiyyətlə, bizim hazırlıq dönəmimiz 2 ay oldu və paralel olaraq çəkiş gedə-gedə hazırlıq gedirdi. Yəni, mən 2 işi görürdüm, həm setdə idim, həm dərzi, papaqçı, butafor, pinəçi və ümumiyyətlə, mən istədim danışam, əgər vaxtımız varsa, maraqlı hazırlıq dönəmindən danışam. Biz artıq o ay yarımda bilirdik hansı çəkilişdən sonra olacaq, hansı ay, hansı günlərimiz olacaq. Bu gördüyünüz otaq tək geyim və kostyumer otağı deyildi, bu otaq həm də sex idi. Bildiyiniz istehsalat mərkəzi idi. Biz artıq burada zərgərlik, demək olar ki, nümunələrini mən muzey invental arxiv fotolarından biz onları düzəltməyə çalışdıq. Bizim üçün kütləvi səhnələrdə çarıq, son çarıq tikən Bakıda 10 il bundan qabaq rəhmətə gedib və biz o çarığın bərpası üçün bir dənə nümunəni tapıb Azərbaycanın başqa bir bölgəsində heç vaxt çarıq tikməyən insan, sadəcə bunun texnologiyasından başqa suvenir düzəldən insan var. Onu tapıb və ona bunun formasını göstərmək, məsələn də biz gündəlik danışırdıq və çarığı bərpa etdik bu film üçün və çox gözəl nəticə də verdi və kinonun görüntüsündə təsir elədi. Sonra bölgələrdən gedib, məsələn, orijinal papaqlar, hansı ki, o vaxtın kütləvi insanların, adi insanların taxdığı qoyun papaqları deyirlər, çoban papaqları, onları toplardıq. Əsas məsələdən biri də Tağıyevin öz papağı idi. Bu papaq indi hal-hazırda milli papaq tikənlər heç kim, məsələn, neçə nümunə işlərində o deyildi. Və sonradan biz filmin quruluşçu rejissoru Zaur Qasımovla da biz söhbət edirik, yoxlayırıq, görürük ki, o alınmır, yoxlayırıq, görürük ki, nəsə obraz tamamlanmır. Sonradan xırda bir diqqətlə baxdıq ki, bunun papağın deyək ki, oturan yeri ilə yuxarısı arasında fərq var. Sonradan, məsələn, arxiv şəkilləri, materiallara baxanda bu Osmanlı fəs papaq növü var. Onun eyni quruluşudur, sadəcə karakol, yəni dəri. Biz onu bərpa elədik, təzən o ölçüdə kəsdik. Geyimlər, burada ümumiyyətlə 2500-ə yaxın geyim var idi. Təbii ki, onun 500-ə yaxını burada tikilmişdi, bu film üçün tikilmişdi, əsas obrazların hamısı tikilmişdi. Kütləvi geyimlər isə biz padbor deyirik buna, padbor idi, amma onun da üstündə nə qədər iş getdi. Çünki o patallar tikilməli idi, sökükləri və yaxud bəziləri ümumiyyətlə mənə yarayan detallar əlavə olunmalı idi. Yəni 2500 paltar burada bərpa olundu və 500-də tikildi. Tək paltar yox, ən azı 10 növ milli papaq növü var. Qacarisi, şiş papağı, buxarısı, sonra araqçınların bəlkə 4 növü, 5 növü, kəmərlər,
aksesuarlar, yenə deyirəm, dönəm çox qarışıq dönəmdir və Edvard dönəmi zərgərliyi ümumiyyətlə çox azdır, yox səviyyəsində də. Əsasən Viktorian dönəmi zərgərliyi olub, Edvard dönəminin özündə də. Və də 1920-lər falan Art Deco'nun təsiri var idi. Art Deco detalları, bütün bu aksesuarları düzəltmək, tapmaq və həm də şlyapalar, qalaq arxamızda şlyapalar, yəni indi o çox az pis əsasıdır. Çox maraqlı bir şey. Yəni normal gözlə görmədiyimiz şey həmin vaxtı bazarda məsələn bir dənə nüans deyim, lələkləri görürsünüz, orada bəzi çoxlu lələklər var. Yəni bizim papaqlar üçün lələklər çox ola bilərdi, çox lazım idi və o boşda lələk də bazarda yox idi. Ümumiyyətlə bu film vaxtı karakul tapılmırdı, çünki hamısını mən yığmışdım bütün bazardan. Lələklər də çatışmırdı. Və bir gün bazarda gəzərində, yəni biz hər gün demək ki, səhərimizi bazarda açırdıq, müxtəlif bazarlarda. Gördüm ki, ayaqqabı təmizləyənlər var, onların əlində şey var, lələkləri birləşdirilmiş bir təmiz, toz almaq şeyi. Və düşündüm ki, niyə də yox, bunları toplayaq. Bir topladıq onları, onların istehsal əşyasıdır. Və bizim şlyapanın belə qəşəng görünməsi səbəbi odur ki, məsələn, altdan onu qoyurduq, üstdə əsas məsələn, o dəyərli lələkləri qoyurduq da, o vaxtda say yox idi satışda. Yəni, belə şeylər, nüanslar çox olub, istər paltarda, istər ayaqqabıda. Yəni, 4000 insan bu paltarları giyinib. 9 ay ərzində 4000 insan bu paltarları giyinib. Və mən özümə çox fəxr elədiyim bir nüans var. 9 ayda 4000 insan giyinib və hər gün bu paltarların demək olar ki, %60-ı dövr edilirdi, kombinləşirdi və heç vaxt da davamiyyət səhvi olmayıb. Yəni, bu önəmli bir şeydir. Kinosferasını bilənlər bilir ki, bu çox vacib bir şeydir. Yox, mən ssenarini oxuyub, obrazların sayını, kütləsinin sayını eləmişəm, geyim palitrasını eləmişəm, eskizləri eləmişəm, araşdırmalarımı eləmişəm, obrazlarımı eləmişəm. Sonra materialımı seçmişəm, tək aksesuarları seçmişəm, papaq dəri üçün materialları seçmişəm, yəni bütün o alış hamısında iştirak eləmişəm. Dərzilər, 4 fərqli dərzi sexində paltarlar tikilir. Onların nəzarəti, onların bütün primerkalarında olmuşam. Bütün dəyişikliklərin, burada bizim istehsalat mərkəzimizdə bütün aksesuarların, məsələn, butafor rəssamına göstərmək ki, bunu belə elə, bu mənə lazımdır, bu lazım deyil. Onları eləmişəm, parçaları seçmişəm. Sonra işçilərimi, öz komandamın maliyyə işlərini, siyasını və kinonun çəkilişin hər gününü, həm setdə, davamiyyəti. Təbii ki, setdə hər gün, məsələn, 8-12 saat fərq etməz. Səhərdən axşama olan günümdə olub, olmayan günümdə olub. Çünki o həmən vaxt mən primerkadaydım. Yəni, film 9 aydır, 9 ayda mən həmişə bu kinonun hər detalında olmuşam. Hiss etdiyim anlar olub çəkiliş meydanında, amma belə ümumiyyətlə işlə, iş prosesinə yanaşmaqla fərqli olur biraz. Məsələn, qıraqdan yanaşma fərqli olur. İşdə biraz o həkimlərdə olan bir xüsusiyyət var, rəssamlıqda da xüsusiyyət var. Fərq etmir. Yəni, yanaşırsan, robot kimi yanaşırsan. Məsələn, hər gün 300, 150 nəfər bu paltarları giyinir. O paltarların davamiyyəti itməməyi, məsələn, mənim üçün daha önəmli idi. Və proses gedə-gedə mənim həm də rəsmi iş yerim var. Mən teatrda baş rəssamam, akademik musiqi teatrda. Orada Leyli Məcnun qoyulur. Və bu binada, bu filmdə başqa dönəmdəyəm, o biri yerdə başqa dönəmdəyəm, o birisi yerdə başqa layihədə başqa. Yəni, paralel olaraq həmən vaxt məndə 3-4 layihə gedirdi və sadəcə mən yatmırdım. Bu proses var. Ya maşında bazara gedib gələndə, ya filməkdə vaxtda hansı aktyor gecikəndə.
Sadəcə bu və sonrakı mərhələdə film bitdi, təhvil təslimlər olundu, o da bir ay yarım çəkdi. Sadəcə biraz hiss elədim ki, nəsə qopubdur. Məsələn, daha çox mən kompüter və mən deyək ki, telefonda nəsə yeni çıxan bir proqram daha tez öyrənən, daha çox öz işinə təsir edən adam bir müddət sonra görürəm ki, elə bir çox qopursan gündəlik həyatından və dostlarından, mühitindən. Yəni o təsiri hiss elədim 1-3 ay. Yox, onlar mən geyim üzrə rəssamam. Onlar mənim dostum, çox yaxın dostum. Biz eyni qrupda oxumuşuq, eyni müəllimin tələbələriyik. Səbuhi Atababayevin işləridir, onun əməyidir. O da eynən biz kimsə eyni taleyi yaşayırıq. Ceyhun var bizim dekor rəssamımız. O da məsələn rekvizitləri, eyni proses rekvizit və yaxud interyer üzrə də gedir. Məsələn məkanların hazırlanması və eyni proses mənim oxşar prosesim onda da var idi. Yəni şadam ki, yəni dostlar arasında bu baş verir. Biz kökənimiz də eyni müəllimdən Kamil Rəsədəli xalq rəssamı və o da Uzaq Sahillər, Qaçaq Nəbi, Ad Günü və böyük Azərbaycan kinolarının rəssamıdır və Mais Ağabəyev bizə dəstək, Babək, Nəsimi, yəni yaxşı müəllimlərin Azərbaycan kinosunda da yeri olan müəllimlərin tələbəsiyik və şadıq ki, yəni öyrəndiyimiz, sonradan özümüzün də inkişaf etdirib öyrəndiyimiz şeyləri biz bu filmə ən az da olsa bir qoya bildik və görürəm ki, baxan tamaşaçılar da maraqlıdır. Belə bir şey danışım sizə. Tağıyevin gəlini var, Mələk Sima obrazı. Mələk Sima xanım bayaq dediyimiz sinifləşmə nüansına çox təsir edən bir obrazdır. Necə ki, Mələk Sima Qaycar ailəsinin bir nümayəndəsidir. Birbaşa Fətəli Şah, Baba Şahın kötücəsidir və Bəhmən Mirzə Qaycarın nəvəsidir. Tağıyevin gəlini aristokrat və Qaycar, belə deyək, prinsesa. Və onun obrazları bir-iki şəkili var və şəkillərdə çox müasir. O dönəmin, məsələn, Fransasında xanım necə geyinirsə, bir qadın necə geyinirsə, elə geyimdə bir obrazı var, fotosu var, bir-iki fotosu var. Amma biz fikirləşdik, Zahir bəyənəndə mən məsləhətləşdim ki, məsələn, bu nüans görünməlidir. Bu Qaycar ailəsindən olmağı, bir əsli nəcabətli bir kök hiss olunmalıdır və obrazı sıfırdan yaratdıq eskizi. Məsələn, onun şəxsi dokumental fotosunda o başqa cür görünür. Müasir Edvard dönəminin geyimi. Amma bizim kinoda o milli kolorit də var, baş örpəyi də var. Sonra Sona obrazının baş örpəyi söhbəti, məsələn, Tağıyevin toy paltarı, ümumiyyətlə Tağıyevin toy paltarının şəkili, materialı yoxdur. Mən onu o çəpkəndir, vəzləri çıxay gedir. Məsələn, o paltarın həmişə burası açıq olur da. Ümumiyyətlə, bizim geyimlər, tarixi geyimlər haqqında bəzi problemlər var və o problemləri filmlə keçirməmək üçün mən bir bəyin fotosunu götürdüm və o fotonun üzərində o geyimi bərpa elədim. Yəni, belə nüanslar var. Məsələn, uşaq vaxtı oxuduğum Manaf Süleymanov, səhv eləmirəmsə, eşitdiklərim və gördüklərim bizim uşaq vaxtı evdə kitabxanada var idi. O kitabda oxumuşdum ki, Liza obrazı, Liza, yəni Nağıyevin ikinci həyat yoldaşı, o Bakının ən dəyərli zümrütünü taxırdı. Zümrütü, ümumiyyətlə, yaşıl giyinirdi, ballara çox vaxtı və o zümrütü taxırdı. Bu, mənim uşaqlıq, 6-7 yaşımda oxuduğum kitabın beynimdə qalan bir hissəsi idi və mən bu filmdə onun geyimini elə verdim. Yəni, bütün o təcrübələri özündə nəsə qatırsan, eskizlər eləyəndə qatırsan ki, mən bunu belə bilir. Yəni, mən geyimləri eskiz eləyəndə sərbəstliyim var idi. Təbii ki, biz rejissorla, ümumiyyətlə, komandala məsləhətləşirdik, amma yaradıcı cəhətdən sən sərbəstsən və topladığın informasiyanı dəqiqləşdirərək təbii ki,
bu filmdə vermək və onu da min sonra gedib baxıram və ekranda görmək adama xoş hiss verir. Ümumiyyətlə, yeri gəlir bir cərrah kimi işləyirsən də, belə adamın üstündə o paltarı həmən dəqiqə, çünki vaxt söhbəti var və yaxud əlinin altında material nə var, amma belə bir xarakter olaq, belə bir xarakterdəyəm, mən qeyri-müəyyənliyi sevmirəm. Yəni, qeyri-müəyyən qalan hadisə və yaxud nəsə plansız heç vaxt sevmək, elə bir xarakterdəyəm, mən sevmirəm. Və ona görə mən, məsələn, bir çəkilişə 5 dənə paltar lazımsa, mənim həmişə maşında 25 dənə paltarım olur. Və yaxud bəzi şeylərin kopyası olur. Bəzi şeylərin ehtiyat variantı olur. Yəni, davamiyyətin həmişə ehtiyat variantı olur. Məsələn, bir nəfər dəftərə yazırsa, bir nəfər foto çəkir. Bu üçün kinodur. Çox saylı insanıq, biz 200 nəfərə yaxın texniki heyət var idi. Və biz orada bir 15 nəfər, 12 nəfər, yəni orada hər gün bir köç baş verir də, hər gün bir məkana, oradan çıxmaq, ora gəlmək, orada yerləşmək, düzgün yerləşmək lazımdır. Ümumiyyətlə, bir filmdə geyimin paketlənməsi o qədər önəmlidir ki, düzgün asılmağı, düzgün paketlənməsi. Çünki sənin əlində 5 dənə şey yoxdur. Məsələn, deyək ki, 20 günlük çəkilişdirsə, mən 20 günlük paltarın 3 qatını vururam maşına. Məsələn, orada bir dənə broş, məsələn, axtarmaq, elə 2 saat onu töküb axtarmaq olsan ki, sən ancaq onu tapasan. Ona görə hər şeyin yeri bilinməlidir. Yəni, qeyri-müəyyən heç nə olmamalıdır maşında. Hər şeyin öz yeri var, hər şeyin öz yerində çıxmalıdır meydana, dəxilsiz otaqda olmamalıdır. Yəni, bu şeylərlə, bir də biz hər gün səhər də, axşam da üstünə 12 nəfərsən və üstünə 100 nəfər, 200 nəfər qaça-qaça gəlir ki, mən dəyişib getməliyəm. Film bitib. Yəni, hamı evindən tez getmək istəyir də, belə bir nüans var. Və 200 nəfərin eyni vaxtda və elə yer olur, dar olur, elə yer olur, böyük ərazidə olur və hamı tələsik nəsə çıxartsın, versin və çıxsın, getsin. Amma həmən nəyisə verim, çıxın, gedim anında çox şey itə bilər və yaxud xarab ola bilər. Ən strateji, ən belə qorxduğum, həmişə onun üstündə mübarizə apardığım nüanslardır. Belə bir anlar. Ümumiyyətlə, o istəklər olsa da, onlar mənə aid şeylər deyil, o production'dır və burada hər şeyin məsuliyyətini həm daşımalısan ki, sən invertaldan təhvil verəsən. Bizdəki hər şeyin invertalı var idi. İstər hardasa götürülmə şeylərin invertalı var, həm də özümüzün yaratdığı, bu ortaqda nəsə varsa, və artıq 2 ildir, ikinci ilə girir və görürük ki, qorunub, hər şey saxlanılıb. Çünki düzgün təhvil verilib, düzgün sərgəli saxlanılır və bunlar hamısı tarixdir və gələcəkdə yenə bu dönəmə aid bir film olar, proyekt olar və istifadə ediləcək şeylər. Çünki əl işləri çoxsu. Və bizim filmdə xeyli vaxtda antik əşya var idi, gümüşlərimiz var idi. Yəni, bu antik əşyalarla məsuliyyətlə mən tarixi sevirəm və tarixi sevən insanları sevirəm. Orada mənim xətrimi çox istəyir və öz kolleksiyalarını, bəzilərini vermişdilər. Məsələn, ona cavab deyilsən və onları eyni vaxtda bilmirsən, yəni həm davamiyyət, həm geyim, həm bunları qorumaq, yəni böyük bir məsuliyyətdir və şükür ki, bu məsuliyyətin altından biz çıxa bildik. Yəni hamı komanda şəklində çıxdı. Yəni bir nəfərlə bu iş alınmır. Maraqlıdır, yəni çünki sən onun həmən gün, həmən an nə əziyyətdir, hansı əziyyət olub, hansı maraqlı an olub, yəni hamısını xatırlayırsan. Amma belə bir şey var da, mən baxanda başqa cür baxıram, çünki səhv eləmişəm orada, onu sırğanı yox, opusunu taxardım gərək və yaxud orada düyməni düzgün bağlamayıblar kimi baxıram. Məsələn, əslində işgəncədir biraz baxmaq. Arxa planı görsənsən də, deyirsən ki, bu da ola bilərdi və yaxud gələn səfər bunu da eləyə bilərdik. Belə bir nüanslar var.
yəqin ki, baxmışam, bütün premyerada oluram və hamısına baxmışam, amma hələ də amma məsələn, 3-cü bölüm ən çox qadın obrazının olan bir bölümdür. Orada toy səhnəsi var. Mən indi o səbəbə baxıram, o toy səhnəsinin birinci qrup atıldı musiqisi və mən bir aya yaxın o musiqiyə qulaq asmışam, onu xatırlayıram. O qədər və kino bitəndən bəri o musiqini eşitmirəm, çünki qrupdan bilmirəm, sinif ya yox, o yoxdur belə. Amma orada eşitdim və həmən gün, həmən aylar o musiqiyə necə qulaq asıb işlədiyimi, o toyun musiqisi çox maraqlı bir musiqidir. Mən bəstəkara təbrik edirəm. Yəni və o geyimi, məsələn, qızın başındakı örpək, o əslində naz olmalıdır. O vaxt tarixdə qız xanımların başına örpək salan naz-nazı. Və bizdə bu toyda görürsünüz də, yəni orada 3 cür geyim var. Dağıstan, şimal xalqlarının geyim tərzi, Bakı Nağıyevin yoldaşı, Tağıyevin qızı, onların geyimi, Qarabağ geyimi də var, orada bir musiqiçi, biz Cəbbar Qarayağdığını görürük Alim Qasımovun obrazında, onun əlində Qarabağ kəsimidir. Yəni iminli o kəsimdən vermişəm ki, o seçilsin. Yəni burada onlara da fikir verdik və həmən toy mərasimi o örpəyi axtarmaq. Yəni o örpəyi birinci özüm öz başıma taxıb baxmışam ki, çünki o örpək adi örpək deyildi və onun mizan var idi və operator və rejissor o bir örpəyin üstündə əslində çox fikirləşirdi. Zar müəllim o haqqında çox düşünürdü və mənlə bunu danışmışdıq ki, onun üzünün bu hissəsi, məsələn gözünün bu hissəsi görünməlidir o örpəyin yarısından, üzünə düşməlidir. Bazarda və yaxud çox yerdə, amma həm də nadir olmalıdır. Yəni o örpək hər yerdə satılan örpək olmamalıdır və sintetik görünməməlidir. Məsələn, pillə işləmə bizdə tarixi tikmələrin içində pillə işləmə tikmə növü var və mən pillə işləməklə aldım ki, çox da müasir görünməsin, amma birinci öz başıma taxıram ki, bu necə görünür, məsələn. Və yaxud pagonlardır falandır, biz medalları, ordenləri hamısını 3D ilə formalaşdırıb şeylərmişik. Hamısını yoxlayırsan birinci. Belə bir şey var da, vaxt saraylarda həmişə belə bir adət olub. Aşpaz yeməyi pişəndə birinci özü yeməlidir. Bir də saray dərzisi də bunu edirdi. İlk tikilən şey birinci özü giyinirdi ki, zəhərlənməsi qoymayıb, iynəsi qalmayıb falan. Sonra verirdilər, təhvil götürürdülər. Eyni şey birinci hamısını sən yoxlayırsan. Yəni o fotoların, kişi fotolarının çoxsu, papaqların çoxsu əslində mənim baş ölçümə, bədən ölçümə dikilir. Mənim üçün bir il, yəni həyatımdakı bir il Tağıyevlə bağlıdır. Çünki bütün gücümü, bütün əlavə işlər və yaxud rəsmi iş yerimdən o da maraqlı proyekt var idi, amma mənim üçün həmən 2023-2024 Tağıyev iliydi və onunla durub, o addan, yuxudan oyanırdıq, o adlanır, yatırdıq. Yəni o insanlar o qədər doğmadı ki, mənə əzizdir ki. Və ondan sonra da mən bir iki dəfə proyekt gəlib, görürəm ki, sona obrazı həm də mənə gəlir. Demək ki, ruhu hələndədir, yəni ruhunla bağ qoxmayıb. Bu yaxına bir tamaşa, Tağıyev tamaşası var. Yəni görürəm ki, həm də o obrazlar ətrafda fırlanır, belə deyək də. Çünki bağ qurulur, yəni o mənim üçün özəl obrazdır. Yəni ola bilsin, indi 38 yaşım var, sabah 70 yaşım olar, 80 yaşım olar. Yəni mənim üçün Tağıyev obrazı önəmlidir. Tək bu kinonu işlədiyim üçün yox. Ümumiyyətlə, işin içində gedən daha çox anlayırsan ki, bu insan hansı çətinliklərlə mübarizə aparıb. İstər qızlar məktəbinin açılması, istər o dönəmin cəmiyyətində bir müsəlman, Azərbaycan bir obrazı milyonçu olmağı və tək milyonçu yox, həm də nəyinsə altına öz əlini, hansısa bir daşın altına əlini qoyması, xeyriyyətçilik etmək də əslində o dönəmdə belə baxanda çətin məsələdir. Çünki o dönəmin cəmiyyətində ən A kateqoriyasında insanlar başqa millətlər olmalı idi.
dönəm bunu tələb edirdi. Amma bir müsəlmanın bir din önəmi, yəni dinin qoyuram bir yana, yəni bir Azərbaycan milləti, bir türk millətinin nümayəndəsi söz sahibi olması, nəyisə təsir etməsi, o dönəmdə təbii ki, Tağıyev tək deyildi. Bir neçə bizim onlarla belə bir adı çəkilən və çəkilməyən obrazlarımız var, tarixi şəxslərimiz var ki, məsələn, biz doğrudan da onlara baxmalıyıq, yenidən baxmalıyıq. Çünki onlar çox rahat dönəmdə yaşamayıblar və çox rahat dönəmdə yeniliklər eləməyiblər. Tarixin qırılma nöqtəsi, Azərbaycan tarixinin qırılma nöqtələrindən biridir. Cümhuriyyətin yaranması, Cümhuriyyətin işğal olunması, yeni bir dönəm, yəni çox mübarizə aparan şəxslər var ki, məsələn, onlar bugünkü Azərbaycan cəmiyyətinin formalaşmasında, ümumiyyətlə dövlətçiliyin formalaşmasında önəmli şəxslərdir.